Tamam değerli yoldaşlar. Bugün sizlerle alkenlerde karbonların o yerleştiği müstəvi ilə bağlı suallar soruşurlar ki, məsələn, neçə karbon eyni müstəvidə yerləşir və s. Bu tərz suallarla çox qarşılaşırıq. Onunla bağlı ümumiyyətlə qısa bir qeyd olaraq belə bir şey deyə bilərik ki, iki qat rabitəli karbonlara birləşmiş karbonlar və hidrogenlər onlarla eyni müstəvidə yerləşir. Məsələn, ən sadə nümayəndələrdən birini mən burada qeyd eləmişəm ki, qoy rahat anlaya bilək bunu. Məsələn, verilmiş nümunədə bir dənə diqqətlə bir şey versək, baxın bunu birinci növbədə belə göstərim. Bu iki qat rabitəli karbonlara, məsələn, bu bizim karbonumuzdur, bu da bizim karbonumuzdur. Buna birləşmiş hidrogenlər və bu iki qat rabitəyə bilavasitə, yəni birbaşa birləşmiş digər karbon, artıq bu hidrogenlərdən söhbət edə bilməz. Çünki bu artıq iki qat rabitənin hidrogenləri, iki qat rabitəli karbonun hidrogenləri deyil bunlar. Cümləmizi belə quraq ki, iki qat rabitəli karbonlar və onlara birləşən karbon və ya hidrogenlər. Yəni söhbət sadəcə iki qat rabitəli karbona birbaşa birləşən karbondan və hidrogenden gedir. Onlar eyni müstəvidə yerləşməlidirlər. Ki, məsələn, burada verilmiş quruluşa diqqətlə baxsaq, məsələn, görərik ki, iki qat rabitəyə birləşən həmin bu hidrogen və karbon, bunu belə bu formada seçsəm, diqqətlə baxın, bax, məsələn, bunu mən fırlayıb göstərirəm sizə ətraflı. Bax, məsələn, görürsünüz, eyni müstəvidə. Mən bir dənə buraya istəyirsə sizin üçün bir müstəvi də çəkim qoy. Təbii etdim, bir dəqiqə. Hə, belə məncə səliqəlidir. Deməli, diqqətlə baxsaq yoldaşlar, bax bu bizim olsun müstəvimiz. Mesela biraz çap müstəvi oldu biraz. Hə, belə deyək ki, bu bizim müstəvimizdə fikir verirsiniz, bu karbonların bu da eyni müstəviyə yerləşir. Buradaki hidrojenler de o karbona birleştiği için bununla yeni müstevide yerleşir. Ama bunlar görürsünüz o müstevide değiller. Niye? Çünkü bu artık iki kat rabiteli karbona birleşen hidrojenler değil. Bu sp3 halinde olan yani ki metil radikalındaki, metil grubundaki o hidrojenlerdir. Onlar da hemin müsteviden kənardadır. Deməli, sadə nümayəndə üzərində görürük ki, qısacası iki qat rabitəli karbona birləşən, bilavasitə, yəni birbaşa birləşən karbonlar onunla eyni müstəvidə olmuş olur. İndi bunu biraz mürəkkəbləşdirək. Bu biraz sadə nümayəndədir. Nümayəndəmizi bir balaca mürəkkəbləşdirsək, diqqətlə gəlin baxaq. Bu karbonumuz sp2, sp2 halında olan, yəni ki, iki qat rabitəli karbonlarımız bunlardır. Dedik ki, həmin karbona birləşən hidrogen və ya karbon fərqi yoxdur. Onun da eyni müstəvidə olmalıdır. İndi bu karbona birləşən bu karbonumuz var. Deməli, bu bununla eyni müstəvidədir. Amin. Bu karbona birləşən bu karbon var. Deməli, bu karbon da bununla eyni müstəvidədir. Bu karbona birləşən burada bir dənə karbon var. Deməli, bu da bununla eyni müstəvidədir. O zaman bu karbonlar da bir-birlərinin eyni müstəvidədirlərsə, deməli, belə çıxır ki, burada gördüyümüz karbonların hamısı eyni müstəvidə yerləşməlidir. Yenə də diqqətlə məntiqə baxaq. Deməli, yoldaşlar, hələ ki 3D formaya keçmirəm. Sadə formada anlamağa çalışaq. Bu iki qat rabitəli karbonlar mütləq eyni müstəvidə olmalıdırlar. İndi bu karbonlar eyni müstəvidədirlərsə və bunlara birbaşa birləşən hidrogen və ya karbon fərqi yoxdur. Onlarla eyni müstəvidə olmalıdır. İndi bu karbon bununla deməli avtomatik olaraq buna birbaşa iki qat rabitəli karbonlar, yəni bu karbonlar nə ilə birbaşa birləşibsə, onu özü ilə eyni müstəviyə salır da, belə təsəvvür edin. İndi bu karbon avtomatik olaraq bununla eyni müstəvidə, bu bununla eyni müstəvidə, bu da bununla eyni müstəvidə. Yəni hamısı deməli eyni müstəvidə olur. Çünki bütün karbonlar iki qat rabitəli karbonlarla əlaqəlidir. Fikir verin diqqətlə. Görün nə, baxın diqqətlə. Bax belə. Aha, deməli var oldu. Deməli, bax, fikir verin bir dənə bizim eyni müstəvidə. Görürsünüz? Bütün karbonlar eyni müstəvidirlər. Təbii ki, bu kənarda qalanlar, bunlar nələrdir? Bunlar artıq metil qruplarının, yəni fikir verin, bunların hidrogenləridir. Bunların hidrogenləri onlarla eyni müstəvidə olacaq deyə bir qayda qanunumuz yoxdur. Çünki təbii ki, tetraedirdir onlar. Müxtəlif artıq belə deyək də, müstəvilərdə yerləşir həmin hidrogenlər. Amma iki qat rabitəli karbona birləşən karbonlar
onunla eyni müstəvidə yerləşir. Burada məncə aydın açıq görünür artıq müstəvimizdə yerləşmələri. İndi bununla bağlı müxtəlif cür suallar olur. Məsələn, deyilə bilər ki, bunun adı nədir yoldaşlar? Bax, bu bizim butenimizdir. Karbon, 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 karbon. Bu da bizim metilimizdir. 2 metil, buten 2. Məsələn, burada neçə karbon eyni müstəvidə yerləşir? Bütün karbonlar eyni müstəvidə yerləşir. İndi bunun izomerini yazmaq istəsək, tutaq ki, məsələn, mən bu karbonu buradan çıxarsam, buradan qoparsam, bu karbonu buradan birləşdirsəm, artıq bu karbon yoldaşlar, belə deyək, iki qat rabitəli karbona birbaşa birləşmədi. Bir də bu. Bunlar eyni müstəvidə yerləşəcək. İndi bunu qırmızı ilə yazıram, qoy fərqlənsin. Bu artıq bunlardan fərqli müstəvidə yerləşə bilər. Düz onlar eyni müstəviyə də düşə bilər. Konformasiya var. İndi burada artıq belə deyək də maksimum minimum anlayışı var. İndi ondan bağlı bir şeydə danışacağım. Yəni deməli bu onlardan fərqli müstəvidə yerləşə bilər. Çünki yenə deyirəm, bu karbonlar eyni müstəvidə yerləşir. Çünki iki qat rabitəli karbona birbaşa birləşdikləri üçün bu dördü eyni müstəvidədir. Amma bu artıq sp3 halında olan bu karbona birləşdiyi üçün bu sonuncu dördüncü karbon. Bu artıq üzrsən beşinci karbon. Bu artıq onlardan digər müstəvidə yerləşə bilər. İndi burada maksimum minimum məsələsi də var. Onunla bağlı da biraz danışaq. Biraz bir-iki məsələni qeyd edək. Hə, yoldaşlar. Deməli, bununla bağlı bir məsələni də deyim. Daha sonra o minimum maksimum məsələsinə toxunacağım yoldaşlar. Deməli, burada məsələn, bax, alkadenlərdən bir nümunə yazmışam ki, qoy rahat görə bilək. Alkadenləri də, hətta bununla bağlı bir suala da izah vermişdim. Bilmirəm, nə qədər yadınızdadır. Burada, yəni yoldaşlar, 2 metil butadiyen 1,3, yəni ki, bizim ən məşhur maddələrimizdən biri izopren. Bu maddədə məsələn neçə karbon eyni müstəvidə yerləşər və sair belə suallar verilir yoldaşlar. Bunu daha da böyütmək olar təbii ki, zəncirin uzunluğunu. Fərqli maddələr də soruşa bilərlər bizdən. Yenə fikir verin. Amma bunu 3D formaya keçirmirəm. Bu cür fikirləşirəm. İki qat rabitəli karbonlar və onlara birbaşa birləşən karbon. Məsələn, bu karbon da buna birbaşa birləşir. Burada bir dənə karbon ola bilər. İki qat rabitəli karbonlara birbaşa birləşən karbonların hamısı onunla eyni müstəvidə yerləşməlidir. İndi burada iki qat rabitəli karbonlardır zaten bu zənzirdəkilər, əsas zənzirdəkilər iki qat rabitəli karbonlardır. Və iki qat rabitəli karbonlar da deməli, bu da kənarda qalan metil də daha doğrusu onlara birləşib deyə onlar eyni müstəvidədir. Görürsünüz? Ona görə mən bunu yəni 3D formaya salmadan da özünüz təsəvvürünüzə canlandırmalısınız ki, artıq iki qat rabitəli karbonlar bir-birləri ilə bilavasitə birləşiblər. Ona görə bu iki qat rabitəli iki karbonla bu iki qat rabitəli iki karbon mütləq eyni müstəviyə düşməlidir. Çünki iki qat rabitələr bilavasitə bir-birləri ilə birləşiblər. Və bu kənarda qalan metil də iki qat rabitəli karbona birləşib, onunla eyni müstəvidə olmalıdır. Ona görə də bu 5 karbonun 5-i də gəlib düşür eyni müstəviyə. Görürsünüz, bax nə gözəl. Və burada aydın açıq görünür ki, onlar eyni müstəvidə yerləşirlər. Təbii ki, bax burada hidrogenlər də onlarla eyni müstəvidədir. Sadəcə burada 2 dənə hidrogenimiz var ki, onlarla eyni müstəviyə düşməyib. O da sizcə niyə düşməyib yoldaşlar? Çünki o artıq metil radikalının hidrogenləridir. Fikir verim dəqiqətlə. Bax, o hidrogenlər bu gördüyünüz hidrogenlərdir. Ona görə eyni müstəviyə düşməyib. Axı bizim cümləmiz belə idi. İki qat rabitəli karbonlar və onlara birbaşa birləşənlər. Məsələn, bunlar. Bunlar onunla eyni müstəviyə gəlir düşür. Məsələn, bax, iki qat rabitəli bu karbona birləşən, bu karbon onunla eyni müstəviyə düşdü. Artıq bu karbona birləşən hidrogenlər təbii ki, artıq bu uzanır da söhbətdə. Ona görə bu tərəflərə baxmağa ehtiyac yoxdur. Sadəcə iki qat rabitəli karbona birləşənlərə baxırıq. İndi gəlin bir balaca da genişləndirək, bir balaca da mürəkkəbləşdirək daha doğrusu. Məsələn, burada bizim neçə karbonumuz var? 3, 2, 5 karbonumuz var. 5 karbonumuz var. Deməli 5 karbon, yəni pentadiyen 1, 2. İndi bu zəncirə baxdığımız zaman nə təsəvvür edə bilərik?
İki qat rabitəli karbonlar, yəni bu karbon, rəngi biraz qəşəng seçək qoy. Deməli, bizim bu karbonumuz və bu karbonumuz, bunlar zaten eyni müstəvidə olmalıdırlar. Başqa şansları yoxdur bunların. Deməli, gəldi indi iki qat rabitəli bu karbona birləşən, bilavasitə birləşən hidrogen və həmçinin karbon onunla eyni müstəvidə olmalıdır. Deməli, belə çıxır ki, bu karbonda bununla eyni müstəvidədir. Onda bizim hələ ki bu 4 karbonumuz eyni müstəvidə yerləşir. Beşinci karbonu isə artıq bu sp3 ilə bu karbona birləşdiyi üçün bu artıq onlardan fərqli müstəvidə yerləşə bilər. Deməli, mən bunu göstərmədən də siz artıq beyninizi canlandırmalısınız ki, iki qat rabitəli karbonlar və ona birbaşa birləşən karbon onun da eyni müstəvidir. Məsələn, bax, mən bunu belə göstərsəm, aydın açıq görünəcək ki, artıq, fikir verin diqqətlə, bu karbonlar eyni müstəvidədirlər. Görürsünüz, aydın açıq görünür. Amma bu karbon onlarla eyni müstəvidə yerləşmir. İndi burada maksimum, minimum anlayışından istifadə olunur. Bu nə deməkdir ümumiyyətlə? Burada konformasiyalar ola bilər. Fərqli, yəni quruluşlar yarana bilər. Bu təbii ki, fəzada təkqat rabitəli karbonlar, Axı biz demişdik ki, cis trans izomeritdən danışanda demişdik ki, ikiqat rabitəli karbonlar belə deyək də sərbəstliyə malik deyil. O karbonlar fırlana bilmirlər öz ətraflarında. Məsələn, mənim bu ikiqat rabitəli karbonum öz başına fırlana bilməz aşağı yuxarıya. Çünki iki mismarla bunları mən bərkitmişəm. Amma bir qat rabitəli karbonlar rahatlıqla öz ətraflarında fırlana bilərlər, düzdürmü? Ona görə mənim burada göstərdiyim bu metil radikalı fırlana bilər, aşağı düşə bilər, aşağı düşə nə mənada? Yəni çevirə bilər də bunun ətrafında, bu rabitənin ətrafında çevirə bilər o tərəfə, bu tərəfə yəni. Ona görə burada minimum maksimum anlayışı ortaya çıxır. Mənim deməli burada bax bu karbonum, bu digər 3 karbonum da, yəni cəmi 4 karbonda bu 3 dənə, bir dənə də iki qat rabitəyə birləşən bu karbon. Bunlar deməli 4-ü də eyni müstəvidə yerləşirlər. 4-ü də eyni müstəvidə yerləşirlər. Bu minimum variant budur. İndi bu karbon onlarla eyni müstəvidə deyil. 4 karbon eyni müstəvidədir deməli hal-hazırda. Amma bu karbon da onlarla eyni müstəviyə düşə bilər əslində. Necə düşə bilər? Gəlin məsələn hal-hazırki vəziyyətdə mən bunu ayna bir yana çevirirəm. Görüm düşə bilirmi? Bax məsələn çevirirəm, baxıram. Hara çevirsəm də onun onlarla eyni müstəviyə düşmə görürəm ki, ehtimalı yoxdur. Hara çevirsəm, yəni təbii ki, bu konformasiyanın bu formasında onu digərləri ilə eyni müstəviyə salmaq təbii ki, mümkün deyil. İndi gəlin bunu mən bir balaca başqa formaya salım. Bir balaca başqa. Məsələn, artıq bu vəziyyətdə artıq. Yəni yenə deyirəm, buradakı bu təkqat rabitəli olduqları üçün onlar öz ətraflarında artıq sərbəst fırlana bilirlər də. İndi baxın bu konformasiyanın bu formasında fikir verin bir dənə. Bax, məsələn, mən bunu belə verəndə görürsünüz, eyni müstəvidədirlər. Mən bunu bir dənə belə göstərirəm. Yəni, eyni müstəvi deməkdir ki, bax, bir müstəvidə. Ya bunu istəyirsiniz, yandan göstərim sizə. Məsələn, fikir verin bir dənə, eyni müstəvidə yerləşdilər. Görürsünüz? Düzdür, bu karbon artıq iki qat rabitəli karbonla birbaşa birləşməyib. Yəni ki, karbon. Bu karbon iki qat rabitəli karbonla birləşdiyi üçün mütləq onunla eyni müstəvidə olmalıydı. Mütləq onun da eyni müstəvidə olmalıydı. Ona görə minimum maksimum anlayışı ortaya çıxır buradakı. Yəni bu 4 karbon minimum eyni müstəvidə olmalıdır. 5-ci karbonu isə artıq konformasiyaya görə gəlib onlarla eyni müstəviyə düşə bilər. Çünki yenə deyirəm, burada karbon zənciri uzananda artıq düşmə ehtimalları lap azalır, eyni müstəviyə düşmə ehtimalları. Amma hal-hazırda bu vəziyyət üçün məsələn, bu konformasiyaya yazıb, bu karbonu da onlarla eyni müstəviyə salmaq olar. Yəni, görürsünüz, məsələn, burada bu karbonu da gəlib onlarla eyni müstəviyə, məsələn, düşür. Görürsünüz, bu cür. Yəni, bu biraz fəza təsəvvürləridir. Burada bir balaca təsəvvürləri də canlandırmaq lazımdır ki, zaten mən ona görə 3D formada göstərirəm ki, sizə bir balaca bunlar haqqında təsəvvürləriniz geniş yaransın. Bunu ürəyinizə artıq belə çevirib baxa bilərsiniz. Yəni, görürsünüz, bunların artıq 5-i də eyni müstəviyə düşə bildi. Görürsünüz, minimum, maksimum anlayışı yəni buradan meydana gəlir. Konformasiya məsələsindən meydana gəlir.
Sonra məsələn, bir məsələ ilə bağlı da danışaq. Məsələn, burada artıq neçə karbonumuz var? Bir, 2, 3, 4, 5 karbonumuz var. 5 karbonlu bayaq başqa bir nömrə danışmışdıq. Pentadiyen 1-2-dən deyəsən danışdıq da. Yəni bu da onun izomeridir. Lakin burada artıq neçə karbon eyni müstəvidə yerləşir desə, məsələn, necə edə bilərik biz bunu? Baxaq yoldaşlar. Bax məsələn burada iki qat rabitə ilə bilavasitə birləşən karbonlar onunla eyni müstəvidə dedik. Yəni ki, bu iki qat rabitəli karbonla birləşən bu karbon bunlarla eyni müstəvidə yerləşməlidir. Eyni zamanda şikat rabitəli bu karbonlarla birləşən bu karbon da bunlarla eyni müstəvidə yerləşməlidir. Deməli, mən ya baxın bunu iki cür formada baxa bilərəm. Yəni ya bu karbonu, bu üç karbonu bir müstəvidə baxa bilərəm ya da bu üç karbonu bir müstəvidə baxa bilərəm. Çünki bu arada artıq bu iki qat rabitəli karbonlar bir-birləri ilə birbaşa əlaqəli olmadığı üçün bax, bu iki qat rabitəli karbonlar, yəni belə deyək də, bu artıq kumulə və ya konjuqə deyil. Bu artıq izolədir. İzolyasiya olunmuş alqa deyənlərdə iki qat rabitələr, yəni iki qat rabitəli karbonlar daha doğrusu, araya bir karbon girdiyi üçün bu karbonun fərqli müstəvilərində yerləşməli olurlar məcburən. Yenə deyirəm, bax məsələn, bayaqki bir quruluş çəkmişdim mən sizə. Onunla bunu qarışdırmayaq. Bax, məsələn, fikir verin bir dənə. Ya bu üç karbon eyni müstəvidə yerləşir. Görürsünüz, diqqətlə baxın bura. Bax, məsələn, ya iki qat rabitəli karbonlarla bu karbon eyni müstəviyə düşür. Bunlar artıq məcburən qalxır yuxarıda, digər müstəvidə qalırlar. Ya da bu iki qat rabitələrlə fikir verimlə diqqətinə bu həmin o karbonu eyni müstəviyə salsam da bunlar artıq düşürlər fərqli müstəviyə. Ona görə yoldaşlar burada diqqət eləmək lazımdır ki, yəni eyni müstəvidə yerləşir məsələsində bir balaca nə fikir vermək lazımdır? sp3 halında olan karbonlarda artıq həmin o tetraedrik bucaq var axı orada. Həmin o bucaqların artıq belə deyək də bir tərəfində bu yerləşir, bir tərəfində bu yerləşir. Ona görə də bunlar eyni müstəviyə düşə bilmirlər. Maksimum necə edə bilərik? Bayaqki qaydamız kimi. İki qat rabitəli karbonlar və ona birləşən karbon onunla eyni müstəvidə yerləşir. Görürsünüz? Yəni 3 karbon burada eyni müstəvidə yerləşdi. Artıq düşünməyin ki, hə, bu da iki qat rabitəli karbondur. Bu buna birləşib. Bu da iki qat rabitəli, bu da buna birləşib. Axı bu iki qat rabitəli karbonlar bu iki qat rabitəli karbonları da buna, yəni bunları bir-birindən eyniləşdirməyək də. Bu fərqli iki qat rabitədir, bu fərqli iki qat rabitədir. Ona görə yoldaşlar, nə mənada fərqli? Yəni ki, məsələn, bu iki qat rabitəyə birləşən karbonların birləşdiyi karbon onunla eyni müstəviyə düşür. Bu üçü və ya bu iki qat rabitəyə birləşən karbonların və bu iki qat bunlara birləşən bir dəqiqə və ya bunlara birləşən karbonların birbaşa birləşdiyi karbon onlarla eyni müstəviyə düşür. Yəni bu artıq bir balaca, bir tık daha çətin forması olur hər halda. Sadəcə deməkdə məqsədim nədir? Yəni bir balaca belə deyək, fikirlərimizdə formalaşdıra bilək bunların quruluşunu. Onu istəyirəm, yəni ona çalışıram ki, daha çox belə deyək də təsəvvürümüzdə canlandıra bilək məsələn biz bunları. Və ya məsələn bax bir konformasiyaya görə burada məsələn dediyim kimi fikir verimdən diqqətlə məsələn bu 3 karbon eyni müstəvidə qala bilər və ya dediyim kimi məsələn burada bu 3 karbon eyni müstəvidə qala bilər məsələn görürsünüz. Və ya mən bunu belə göstərsəm məsələn bax məsələn bu formada qoysam fikir verim denə burada bu 4 karbon görürsünüz. İki qat rabitəli karbonların hər ikisi eyni müstəviyə düşə bilər. Yəni iki yoldaşa 4 karbon eyni müstəviyə düşə bilər məsələn orada. Bax ki verirsiniz. Bunlar elə bil ki eyni müstəvidə qala bilər. Çünki metil qrupunun, yəni bu metil qrupu deyəndə, yəni orta metilen qrupu da bunun hər ikisi eyni tərəfindəki regionlər əvəz olunanda vinil radikalları ilə. Bunlar gəlir düşür eyni müstəviyə. İndi bununla bağlı çox da beyninizi qarışdırmaq istəmirəm. Mürəkkəb formalar yox. Sadəcə sadə formalar üzərində təsəvvürlərinizi genişləndirsəz kifayət edəcək yəni. Çox belə qeyri-adi, nə bilim, necə deyim, mürəkkəb formullarla bağlı suallar və s. təbii ki, çox ilişdirmək məqsədli deyil də bu suallar. Sadəcə
təsəvvürlərimizi canlandırmaq üçündür. E, Bunları yəni istər-istəməz formalaşdırmaq lazımdır. Bu düşüncələri, bu formulları beynimizdə canlandıra bilmək lazımdır. Yəni, onun üçün mən bunları göstərirəm sizə. Yəni burada təbii ki, durub sizə kimsə, nə bilim, bir 20-30 karbonluq nümunədən söhbət edə bilməz burada. Yəni onların o qədər konformasiyalar var artıq orada, o qədər formulları dəyişib durmaq olar ki, yəni fəzada. Onları cavablandırmaq da müşkül məsələdir biraz. Ona görə sadə nümayəndələrdə dediyim qaydalarla eləsəz kifayət edir. Yəni ki, 2 qat əlaqəli karbonlar, onlarla birləşən karbonlar onunla eyni müstəviyə düşür və sair və